əziz YouTube izləyiciləri. Bugün sizlərə 2025 yeni çıxan kimya test toplumumuzdan sualları izah edəcəm. Bu test toplusu belə deyək, mən normalda bu video seriyasını fikir versəniz birinci, ikincisini çəkmişəm 2023 kimya test toplusundan. Ancaq 2025 test toplusu çıxdığı üçün bu bölmənin davamını 2025 test toplusundan çəkəcəm. Ancaq dediyim kimi bəzi suallar sadəcə çıxarıldığı üçün mən normalda 130-a qədər izah etmişdim 2023-də. Suallar çıxarıldığı üçün bəzi suallar bu yeni test toplusunda 120-yə uyğun gəlir. Yəni mən 120-yə qədər izah etmiş oluram normalda sizə. Ona görə bu testin davamına mən 121-dən başlayacağım 2025 test toplusunda. Anlaşılmayan yerləri yorum yerinə yaza bilərsiniz. Fikirlərinizi bildirə bilərsiniz. Telegram və Instagramdan da əlaqə saxlaya bilərsiniz. Belə ki, sualların izahına başlayırıq 121-dən. 121-də bizə verilib kalium, deməli permanganat. Kalium permanganat parçalarında bilirik ki, kalium manganat, mangan 4 oksid və oksigen. Bu niyə belə yazdı bir dəqiqə? Aha. Deməli mangan O2 və bunun qələmini yazsam daha yaxşı olacaq. Mangan O2 və oksigen qazı əmələ gəlir. Burada deməli təbii ki, H-xlorla girən hansı olar? H-xlorla oksigen girməz. Nə girəcək? Mangan 4 oksid. Mangan 4 oksid H-xlorla girdikdə bu xlor qazının laboratoriya alınma metodu bu arada deməli alınır. Mangan deməli 2 xlorid, su və xlor qazı əmələ gəlir. Burada da bunlar ikisi aşağıda olduğu üçün Y xlor qazı olur. Xlor qazda ferrumla girdikdə, ümumiyyətlə ferrumdur, xromdur. Tək şəkildə xlorla girdikdə 3 monetli şəkildə duzlarını əmələ gətirir. Ferrum 3 xlorid əmələ gətirir. Buna da uyğun variantları biz görürük Y variantında. Belə. Növbəti baxaq deməli 122-yə. 122-ci sualımız deməli burada bizə nə deyir? Aha, hidrogen bromiddir. Üstünə X, Y, Z gəlib və brom alıblar. Yəni burada demək istəyir ki, hansı maddələr əlavə etsək, bromu buradan biz çıxarda bilərik. Bunu da test olaraq nəzər yetirsək, deməli, burada variantlarla təbii ki, gedəcək. Baxın, ümumiyyətlə halogenlərdə sıra var. Bilirsiniz ki, flor, xlor, brom, yod. Hər yuxarıda olan aşağıdakini duzundan sıxışdırıb çıxarda bilir. Yəni, burada ən güclü flordur. Belə deyək də, bromu çıxarda bilən hansı olacaqdır? Bromu çıxarda bilən flor və xlor olur. Ondan yuxarıdakilər. Ona görə burada test variantlarının B-ni, bromun özünü və Y-ni çıxırıq. Qalır A və D variantı. Yəni, burada xlordur X. Burada nə alınacaq gələndə? H-xlor və alınanlar da yazsam sizə rahat olsun. H-xlor və brom deməli əmələ gəlir. Sonra gəldik bura. H-brom da üstünə yenə gəlsək, variantlar üzərindən geçsəm. 2 variant verib kalium permanganat və mangan 4 oksid. Burada belə deyək də, hər ikisinin reaksiyası var. Bunlar hər ikisi oksidləşdiricidir və dolayısıyla hər ikisindən reaksiya gedir və ikisini də götürə bilərik. Normalda yəni mangan bromid, deməli brom qazı su əmələ gəlir. Deməli digərində də deməli kalium bromid, mangan bromid, brom qazı və su bu şəkildə irəliləyən bunlar hər ikisi ola bilər. Növbəti yenə sink mi yoxsa kalium permanganat mı desəniz, təbii ki, burada A cavabını biz götürəcəyik. Çünki sinkdən H-brom bu şəkildə reaksiyaya girmir. Belə. Daha doğrusu reaksiya girmir. Reaksiya girir. Nəticədə nə alınır? Sink bromid H2 əmələ gətirir. Yəni sink hidrogeni çıxardacaq, bromu yox. Bromu özünü birləşdirir. Deməli 123-ümüz. Burada natrium hidroksid üzərinə X maddəsi gəlirik. Natrium deməli hidrokarbonat əmələ gəlir. Hansı maddələr ola bilər? Yenə burada variantlar üzərindən gedəcək. Amma ipucu olaraq mən axırdan başlayıram. Çünki natrium karbonatdan silisium 4 oksidin reaksiyasını təbii ki, net bilə bilirik ki, nə alınır. Burada nə alınacaq? Silisium 4 oksid burada belə deyək də CO2-ni, karbonatı duzundan çıxarır. Burada oksidlərlə çıxartma sırasında çıxarda bildiyi üçün çıxardacaq və alınacaq natrium metasilikat və karbon qazı. Ona görə burada bu iki maddədən biri olacaq. İndi qayıdıq görək ki, natrium hidroksiddən nə girsin ki, natrium hidrokarbonat alsın? Təbii ki, karbon qazı. Yəni natrium hidroksiddən natrium metasilikat girsə, buradan heç o karbonat çıxmaz da bilirsiniz. Ona görə bizim X maddəmiz karbon qazını götürürük ki, burada karbon qazıdır. 3 variantda işarətlədik, 2 varianta çıxdıq. Natrium hidrokarbonat alınır. Natrium hidrokarbonatın üstünə nə gəlsəm natrium karbonat alınır.
Ümumiyyətlə yadınızda saxlayın ki, hər hansı bir turş duzun əgər normal duza dönübsə, turşlaşmayıbsa, deməli burada əsas gəlmişik ki, biz üstünə ki, tam şəkildə neytrallaşsın. Ona görə burada cavabımız nə olacaq? Cavabımız natrium hidroksid olacaq. Natrium hidroksid gələcək ki, tam şəkildə normal duzu alınsın. Deyirsiniz ki, niyə nitrat turşusu olmasın? Nitrat turşusu niyə olmasın? Çünki burada belə deyək də, nitratla natrium girsə reaksiyaya, natrium nitrat və karbon qazı su alınardı və burada isə bizim cavabımız natrium karbonatdır. Ona görə olmaz. Ona görə cavab A variantı. Tam şəkildə izah etməyə çalışıram ki, yadınızda net şəkildə qalsın. 124-də bizə verilib duzlar və deyir ki, yəni sıxışdırıb çıxartmaya görə də burada X, Y, Z maddələri müəyyən edin. Burada baxın, birinci gəlirik X-ə ki, bu hansı turşu və ya duzdur ki, gəlmişik, kalsium nitrat verib. Təbii ki, aklımıza gəlir ki, bu mütləq nitratlı bir maddə olmalı. Bu da variantlarda öz əksini tapıb. Bəs hansı olar? Bəs hansı olar? Belə deyək də, kalsium xloridlə nitrat turşusu reaksiyaya girmir. Çünki niyə girmir? Çünki nitratla xlorid eyni güclüdür və eyni güclü turşuların reaksiyaya girməsi üçün o halda mümkün olur ki, onlardan əgər biri çöküntü olarsa, bir-birini sıxışdırıb çıxartmırlar. Ona görə burada avtomatik olaraq A-nı, B-ni və C-ni, A-nı, B-ni çıxıram. Qalır 3 variant. Burada da argentium və qurğuşun nitrat olar. Niyə? Çünki nəticədə argentium xlorid və qurğuşun xlorid çöküntüsü alınır və bu reaksiya axıra qədər getmə şərtlərindən biridir. Amma mütləq 2 duz reaksiya girsə, yadınızda saxlayın ki, duzların hər ikisi həll olunmalıdır, amma nəticədə çöküntü verilməlidir. Ona görə hər 3 variant hələ ki olar. Sonra növbəti baxıram. Kalsium nitratın üstə Y gəlmişik. Kalsium ortofosfat verib bizə. Burada da hər 3 variant olar. Desəniz niyə? Çünki kalsium nitratla ortofosfat, nitratla ortofosfat ümumiyyətlə eyni gücüdür. Ancaq burada belə deyək də, o kalsium ortofosfat deyə bir çöküntü alındığı üçün burada ortofosfat nitratı çıxarda bilir. Yəni burada yenə 3 variantdan 3-ü də olar. Natrium və kalium da olar. Çünki nəticədə çöküntü var onsuz da. Qaldıq sonda Z. Z isə məlumdur ki, sulfat turşusudur. Çünki kalsium ortofosfatdan kalsium sulfat alınıbsa çöküntüsü. Burada təbii ki, ortofosfatın üzərinə mən sulfat dökmüşəm ki, bu alınıb. O da qatısı. Ona görə cavab burada D variantı olmuş olur. Növbəti keçəcək 125-ə. Növbəti 125. Burada verilib yenə reaksiyalar. Y maddəsini biz təyin etməliyik. Bu niyə biraz belə yaxşı görünmür? Deməli, belə sulfat, qatı sulfatla natrium xlor. Burada təbii ki, necə sulfat xloridi çıxardır. Natrium sulfat H-xlor alınır. XH-xlordur. H-xlor manqan 4 oksidlə girdikdə dedik nə alınır? Xlorun laboratoriyada alınmışdır. Manqan xlorid, xlor qazı su, X xlor qazıdır. Xlor qazı da ferumla girdikdə dəmirin 3 magnetli əmələ gətirir. Dəmir 3 xlorid. Dəmir 3 xloriddə 3 mol natrium hidroksidlə girdiyi üçün tam şəkildə neytrallaşma olacaq və burada dəmir 3 hidroksid alınır. Burada Y maddəsi dəmir 3 hidroksiddir. Onun haqqında deyilənləri bizdən soruşur ki, hansı doğru deyil. Deməli, bu çöküntüdür. Ümumiyyətlə, qələvlərdən başqa digər hidroksidlər bilirsiniz ki, çöküntüdür. Suda həll olunmuş fikri düzdür. İndikatorlara təsir edir. Xeyr. Bu iki fikir bir-birinin təsir. Əgər suda həll olunmursa çöküntüdür və çöküntü indikatorlara təsir etməyəcək. Bu fikir yanlışdır. Digər fikirlər isə doğrudur. Qonun rəngli olması, nitratla girməsi və parçalanması. Növbəti 126. Burada deməli natrium oksigendən girir. Təbii ki, biz bilirik ki, natriumdur, kaliumdur. Bunlar oksid vermir. Natrium peroksid verir. Natrium peroksiddə karbon qazla su altı qayıq reaksiyasıdır. Bu alınır natrium karbonat. Natrium karbonat kalsium xloridlə girdikdə kalsium karbonat çöküntüsü verdiyi üçün reaksiya gedir və kalsium karbonat natrium xloridi alınır. Kalsium karbonat parçalandıqda kalsium oksid və karbon qazı verir. Burada Y kalsium oksiddir. Onun haqqında fikirlərə baxsaq, qələvlər reaksiyaya daxil olur. Xeyr. Ümumiyyətlə, yadınıza saxlayın ki, qələvlər ümumiyyətlə özləri ilə reaksiyaya girmir. Yəni, oksidləri, hidroksidləri bir-birinə reaksiyaya girməyəcək. Onlar əsasən turşularla reaksiyaya girirlər və ya amfiterlə. Bu, ona görə başdan səhvdir. Bərk maddə olması, adi pəncərə şüşəsinin tərkibinə daxil olması, bəli, xlorla, turşu ilə girməsi və turşu oksidlə girməsi, yəni silisium dioksidlə girməsi doğrudur. 126A. Yəni, bu bölmə sizdən bir qədər daha ətraflı məlumat istəyir ki, bütün bölmələri biləsiniz bura qədər və o şəkildə bu testləri rahat həll edə biləcəksiniz. 127-də deyənə kalium oksid su ilə getdir, nə verəcək? Təbii ki, bizim qələvimizi, kalium hidroksid.
Kalium hidroksid kuprum deməli 2 sulfatla getdikdə nə verəcək? Mübadilə edəcək. Kalium sulfat, kuprum hidroksid. Kuprum hidroksidə parçalandıqda 2 valentli kuprum 2 oksid əmələ gətirəcək. Burada da bunu soruşur deyə D variantı. Keçirik növbəti 128-ə. 28. Burada da alüminium H-xlorla girir. Alınır alüminium xlorid. Alüminium xlorid də 3 mol natrium hidroksidlə girdikdə tam şəkildə neytrallaşır. Ümumiyyətlə yadınızda saxlayın ki, belə deyək də, bu tip duzlar, yəni əsas duz əmələ gətirmə potensialı olan duzlar qarşısındakı qələvinin belə deyək də, moluna görə dəyişir. Yəni əgər 3 valentli metalcı 3 valentli əsasla girir, 3 mol əsasla girirsə, burada problem yoxdur, normal duz əmələ gətirəcək. Ancaq mollar dəyişərsə fərqli maddələr alına bilər. Burada alüminium hidroksid əmələ gəldi. Alüminium hidroksidə parçalananda alüminium oksid yaradır. Onun haqqında fikirlərə baxsaq, doğru olmayanlar. Amfoter xassəli olması bəli. Qələvlərlə ərintisindən metal alüminatlar alınır. Bu da doğrudur. Sonra su ilə reaksiyasından hidroksid əmələ gəlir. Xeyr. Ümumiyyətlə qələvi metal oksidlər ancaq su ilə getdə qələv verir. O ümumiyyətlə su ilə girmədiyi üçün hidroksid əmələ gətirməyəcək. Bərk çətinlərin olması və nitrat turşusu reaksiyaya girməsi də doğrudur. Burada C variantını işarə edirik. Keçirik növbəti 129-a. Yenə alüminiumlu bir sualdır. Z maddəsi üçün hansı ifadələr yanlışdır? Deməli, alüminium xlorid kaliumdan girdikdə, burada deməli kalium onu çıxardacaq, alınacaq kalium. Ərinti olduğu üçün bu arada bu şəkildə gedir. Kalium xlorid T-ni mütləq nəzərə alın. Çünki reaksiya başqa cür gedirdi. Qələvi su ilə girirdi, daha sonra duzlar birlikdə mübadilə edəcək. Kalium deməli xlorid, mən niyə buraya 3 qoyuram? Kalium xlorid və alüminium alınır. Sadəcə burada dəmirin qarşı oksidindən girən kalium xlorid yox, alüminium olacaq. Yəni burada dolayısıyla X alüminiumdur. Bu bilirsiniz qaynaq reaksiyasıdır. Burada alınır alüminium oksid və dəmir. Alüminotermiyadır yəni bu. Daha sonra dəmir də kuprum 2 sulfatla girdikdə onu çıxardacaq, alınacaq və dəmir 2 sulfat. Z maddəsi üçün, yəni bu maddə üçün səhv olanlar. Deyir ki, barium xloridlə çöküntü verir. Baxaq görək. Barium xloridlə çöküntü verərmi bu maddə? Barium sulfat olduğu üçün bəli verər. Bu düzdür. Suda həll olurmu? Bəli, suda həll olur. Suda məhlulu turş mühit yaradır. Suda məhlul turş mühit yaradar. Dəmir 2 sulfatın suda məhlul turş mühit yaradar. Bəli, çünki dəmirin belə deyək, dəmir zəif əsasdır, amma sulfat turşusu güclü olduğu üçün hidroliz prosesində burada turş mühit yaratması doğrudur. Normal duzdur, bəli. Qələvlərlə qələvi məhlula reaksiya daxil olmur. Bu yanlışdır. Çünki istənilən bu şəkildə həll olan duz qələvi ilə girir. Çünki nəticədə həll olmayan əsas əmələ gəlir. Dəmir burada 2 hidroksid əmələ gəldiyi üçün bu reaksiya axıra qədər gedər və reaksiya daxil olar. Bu yanlışdır. 130-cu sualda kalsium ortofosfatın üzərində X gəlmişik. PKO5 verib bizə. Altda da kalsium metasilikat var. PKO5 turşu oksidini çıxartdığı üçün bu silisium 4 oksiddir. Ümumiyyətlə silisium 4 oksid bütün turşu oksidlərini çıxarda bilir. Silisium 4 oksid oldu variantımız. Deməli PKO5-in üzərində sonra Y gəlmişik. Temperaturla ortofosfat verib bizə bu sudur. Təbii ki. Daha sonra H3PO4-ün üzərində Z gəlmiş, argentium ortofosfat çöküntüsü veribsə, bu da argentium olmaz, yeni çıxır. Çünki argentium hidrogenden sonra yerləşən pozitiv metal olduğu üçün turşularla reaksiya girməyəcək. Burada cavabına görə A olur, argentium nitrat. 131-dən davam edirəm. 131-də deməli fosforundan girib kalium xlorid veribsə, bu maddə təbii ki kalium deməli xloratdır. Bu kibrit reaksiyasıdır. Burada yaxşı düşmür, yəni ki bunlar 3-dür, bu 4-dür, bu da 3-dür. Yəni bu variantlar olacaq hələ ki. Yəni kalium xlorat. Y burada nə olur? PKO5. Çünki PKO5 kalium xlorid alınır. Y PKO5 olacaq. Burada da bunlar 3. Tam düşmədiyi üçün net bilə bilmirəm. Amma PKO5 olacaq cavabımız. Burada biraz testlərdə yəni ki sıxıntı var. Yaxşı düşmür bəzilər. Yəni ki bunlar onsuz da bizim burada C-dən D-ni çıxmışdıq. Bu 3-ə oxşuyur. Bu da 3-ə oxşuyur. Yəni ki B olacaq. Kalsium deməli ortofosfat alınır. PKO5 kalsium hidroksidində kalsium ortofosfat və su. Kalsium ortofosfat da ortofosfat turşusu ilə girdikdə kalsium hidroortofosfat əmələ gətirəcək. Bu da cavab B. Bu variantlar bir qədər tam görmədiyim üçün bu şəkildə işarətlədim. Bir qədər bulanıq düşür. 132-yə baxıram.
Burada X, Y, Z maddələrini müəyyən edin. Aha. Deməli, X maddəsi maqneziumdan girib və maqnezium oksid verib. Burada bizim maddəmiz silisium O2 olacaq. Metasilikat çünki bu şəkildə girsə, burada maqnezium metasilikat almalıyıq. Bu olmadığı üçün A-nı, B-ni və C-ni buradan çıxıram. Bizə oksid verdiyi üçün bu silisium 4 oksiddir. Silisium sonra natrium hidroksid su ilə getdi. Burada metasilikat turşusunu əmələ gətirir. Natrium yəni 2 silisium O3. Natrium metasilikat da karbon qaz su ilə getdikdə əvəzlənmə baş verir. Natrium karbonat və metasilikat turşusunu yaradır. Ona görə cavab 132-də Y-dir. Deməli 133 və 134. Demək olar ki, 133 və 134 eyni tip testlər, yəni eyni testi sadəcə birində məsələn X-i verib, birində Z-i bu şəkildə irəliləyib. İndi belə deyək, mən burada natrium hidroksidin silisiumla reaksiyalarını yazmışam və silisium 4 oksid reaksiyasını əvvəldən yazıb qoymuşam ki, burada vaxt itirməyək. Deməli, natrium hidroksid X ilə girir və burada sonda da bir dənə X göstərir. Yəni, reaksiyaya girən X ilə sonda alınan maddə eynidir demək istəyir burada. Burada nə götürə bilərik? Belə deyək də, silisium götürsək H2 alınır. Yəni, hələ ki A variantı uyğun gəlir. Bir də axırda baxmaq istəyirəm mən buna. Silisium 4 oksid bu çox güman ki olacaq. Silisium belə deyək də 4 oksid olduqda natrium metasilikat alınır. Aha. Deməli, burada Y, H2 olamaz onsuz da. Çünki H2 H-xlorundan girməz. A-nı çıxıram və bir də ki, su ola bilməz Y. Çünki su ilə H-xlor girməz. Burada A ilə C variantlar ümumiyyətlə sildim. Qaldı 3 variant. Deməli, onsuz da bu silisium 4 oksidiymiş. Bir dənə silisium qalıb hələ ki. Hələ ki, üçünü də işarətləyirəm. Natrium metasilikat alınır, bu düzdür. Z maddəsi onda nədir? Natrium metasilikat əgər H-xlorla girsə, burada alınır natrium xlorid. Bir də metasilikat turşusu, yəni mübadilə baş verir. Daha sonra natrium xlorid bilirsiniz ki, bu şəkildə temperaturla deyil, elektroliz nəticəsində biz onu parçalayırıq. Və ona görə burada Z metasilikat turşusudur. Metasilikat da parçalandıqda silisium 4 oksid və su alınır. Ona görə də bizim cavabımız olur Y variantı. 134 də demək olar ki, bu testin eynisidir. Burada da yenə ümumi geçsək, H-xlorla girirsə bu aydın məsələdir ki, bizim duzumuzdur. Yəni mübadilədir, metasilikat verdi. Metasilikat da parçalandı. Başdakı X-i verdi və Z-i verdi. X də təbii ki, silisium 4 oksid olacaq. Ona görə silisium 4 oksid, natrium metasilikat və su. Burada cavab olur B variantı. Deməli belə. 135-də yenə bizim bu silisiumumuzdur. Bu 3 testi silisiuma aid ediblər niyəsə. Deməli, natrium oksiddir. Özərinə X maddəsi gəlmişik. Temperaturla natrium metasilikat veribdir. Deməli, burada variantlarda silisium 4 oksid və metasilikat turşusu var. Belə deyək də, sadəcə burada bir maddə alınıbsa, demək bu birləşmə reaksiya. Çünki burada əlavə çıxan bir şey yoxdur. Ona görə metasilikat olmaz burada. Çünki metasilikat olsa, natrium silikat və buradan təbii ki, su çıxmalıydı. Ona görə burada mən götürürəm silisium 4 oksid olduğunu. Silisium 4 oksidlə girdi, natrium metasilikat verdi və birləşdi. Sonra burada natrium metasilikat da sulfatla girdikdə sulfat onun duzundan sıxışdırdı, çıxartdı, alındı natrium sulfat və metasilikat turşusu. Burada təbii ki, yenə parçalanan metasilikat turşusudur. Natrium sulfat bu şəkildə parçalanmır. Metasilikat turşusu da parçalandıqda X olaraq təbii ki, silisium O2 bir də suyu verir. Elə başdan bizə göstərib. Yəni X silisium O2-dir, Y metasilikat turşusudur. O birisi də ki, deməli, Z-dəki su olacaq. Bunu da harada görürük? A variantında. 136-da bizə nə deyir? Sink oksid karbonla girdi. Təbii ki, sink və dəm qazını verir bizə, CO-nu. Və dəm qazı da dəmir 3 oksidlə girdikdə burada deməli alınır dəmir və deməli karbon qazı. Dəmir və karbon qazı təbii ki, su ilə reaksiyaya girən karbon qazı burada bu şəkildə su ilə girsə turşu verərdi. H2 ayrılmazdı. Buradan görə su ilə girsin və H2 versin, bu maddə dəmir olur. Dəmir də su ilə girsə dəmirin deməli qarşı oksid olan dəmir 3O4 əmələ gətirir və H2. Burada cavab B variantı olur. Növbəti 137-yə baxsam. Burada natrium hidroksid H-xlorla girdi, mübadilə oldu. Natrium xlorid su, X sudur. Su da deməli dəmirlə reaksiyaya girsə,
Su da dəmirlə reaksiyaya girsə, deməli bizə verəcək. Bayaq dedik, dəmir 3O4 H2, dəmir 3O4 də deməli CO ilə reaksiyaya girsə, burada dəmirə qədər deməli reduksiya olunur və deməli alınır. Deməli CO ilə girsə, burada verəcək bizə dəmir və karbon qazını. Deməli cavabımız olur nə? Su, dəmir 3O4, karbon qazı. Bu da C variantında özünü göstərmiş olur. 138-ci sualda kalium hidroksid NO2 ilə reaksiyaya girir. Burada təbii ki, kalium nitrat, nitrit və deməli su əmələ gəlir. Su əmələ gələcək. Daha sonra deməli su, amonyak və karbon qazı reaksiyaya girsə, təbii ki, burada ammonium karbonat verəcək bizə tam şəkildə normal duz. Deməli nə oldu cavablarımız? Su, ammonium karbonat, daha sonra alınan ammonium karbonat da burada qeyd edir. Ammonium karbonat da kalsium xloridlə əgər reaksiyaya girsə, bu zaman nə alınacaq? Mübadilə olsa kalsium karbonat və ammonium xlorid. İndi variantlarda hansı var? Kalsium karbonat var. Ona görə cavab burada C variantı olur. Daha sonra deməli növbəti 139. 139-a baxsaq. Burada deməli PKO5 su və T varsa, yəni bu tam qaynardır. Ona görə ortofosfat turşusu əmələ gəlir. Ortofosfat turşusu amonyakla reaksiyaya girsə, ammonium ortofosfat. Ammonium ortofosfat da arginin nitratla gedib mübadilə baş verir. Burada argentium 3PO4 çöküntüsü əmələ gəlir. Deməli sonra bir də ammonium nitrat maddəsi. Cavablarda olan hansıdır baxaq görək. Cavablar burada B variantı olacaq. 140-cı sualda karbon və silisium O2 ilə gedir temperaturda. Bu maddə təbii ki, kalsium ortofosfat olacaq. Bu reaksiya bilirsiniz ki, deməli fosforun alınma reaksiyasıdır. Ağ fosforun alınma reaksiyasıdır. Burada nə alınır? Kalsium metasilikat, deməli alınır. Deməli CO alınır və fosfor alınır. Deməli burada fosfor oksigenlə gitsə 5 mol şəklində. Burada PKO5 alınır. PKO5 də su ilə qaynar temperaturda gitsə ortofosfat. Hələ ki bu suallar asandır deyə bilərəm, yəni. Asan tip gedir. 141-ci suala baxaq görə bu necədir? Burada alüminium nitrat parçalanır. Təbii ki, orta aktiv metallar parçalanında oksid NO2, O2 verir. NO2 də natrium karbonatla girsə, burada natrium, nitrat, nitrit, karbon qazı verir. Karbon qazı da amonyakla girsə, təbii ki, burada alınır bizim karbamidimiz. Bu da A variantında özünü göstərir. Sonra 142. X, Y, Z maddələrindir, müəyyən edin. Deməli, burada X hələ ki, həm kalsium hidrit ola bilər, həm natrium hidrit ola bilər. Onlar çünki hamısı da qələvi və H2 ayrılı natrium ola bilər. Bütün variantlar doğrudur X üçün. H2 oksigenlə gitsə su verir. Əvvəlcə burada irəliləyirik. Hələ ki A-dan yeni çıxdıq. Sudur. Su da dəmirlə girsə, dəmir 3O4 və deməli H2 əmələ gətirir. Z-i qoyaq H2. H2 də kalsiumla gitsə, kalsium hidrit əmələ gətirməlidir. Belə. Deməli, onda bizim X maddəmiz kalsium hidritdir. Kalsium hidritdir. Burada maddə sudur. Bizə nəyi soruşurdu? Z nədir və Z də H2 olacaq. Ona görə də cavabımız D variantı olur. Növbəti baxsam 143. Burada da eyni şəkildə natrium oksigenlə girdə bilirsiniz ki, peroksid verir. Peroksid karbon qazına girdə sualtı qayıq reaksiyası. Natrium karbonat oksigen qazı verir. Oksigen qazı lityumla girdikdə lityumun deməli burada oksidini əmələ gətirir. Ona görə cavabımız nə olacaq burada? Natrium peroksid, oksigen, lityum oksid C variantı olmuş olur. C variantı olur. Növbəti baxaq 144-də. Burada yenə natrium oksigenlə girsin. Natrium peroksid əmələ gətirir. Hələ ki bu variantları işarət edirəm. Natrium peroksid karbon qazı ilə girsə əgər reaksiyaya, natrium karbonat oksigen qazı, onda Y oksigen qazı olmuş olur. Onda elə bir variant qalır. Oksigenlə kaliumla gitdikdə kalium deməli superoksidini əmələ gətirilmiş olur. Ona görə 144-də cavabı götürürük C variantı. Sonra 145.
Burada karbon qazının üstünə X gəlmişik, alınıb CO. Karbon qazının üstünə Y gəlmişik, alınıb karbamidlə su. Mən Y-dən irəliləsəm, baxın burada karbamid almaq üçün reaksiya nədir? Karbon qazının üzərinə deməli amonyak gəlirdik. Yəni Y amonyakdır. Yəni variantlar ya A-dır, ya B-dir. Burada da karbon qazının üzərinə mən əgər karbon gəlsəm, nəticədə CO verir. Ona görə cavab B variantı olur. Növbəti səhifəyə keçid edirəm. 146-cı sual. Burada natrium hidrokarbonat parçalanıb. Hidrokarbonatlar parçalananda nə alınır? Natrium karbonat, deməli karbon qazı, su. Burada qeyd edim mən reaksiyadan nə alınır? Bu bir dəqiqə yaxşı yazmadı. Natrium karbonat, karbon qazı və su. Karbon qazı və su. İndi burada 3 maddəmizdir bunlar. Burada deməli karbonla girib CO verən təbii ki karbon qazı olacaq. Yəni X karbon qazı olacaq. Dəmirlə girib dəmir CO4 verən bayaq qeyd etdik sudur. Dəmirlə reaksiya getdikdə qarşı oksid verir. H-xlorla girən natrium karbonatdır. Natrium karbonat H-xlorla girsə mübadilə baş verir. Natrium xlorid, karbon qazı və su. İndi deyir ki, X, Y, Z maddələrindən maddələri hansı duzlarla koestadət əmələ gətirir? Deməli belə. Burada bir də X ilə Y qoyubdur tam netləşdirmemiz üçün. Deməli X nə olmuşdu? Karbon qazı. Mən X-in yenə daha doğrusu burada karbon qazı yazmalıyım yerləndəş. Bura deməli yazmalıyam su. Natrium xloru da burada. İndi daha düzgün oldu. İndi deyir X, Y, Z maddələrindən hansılar duzlara kristal hidrat əmələ gətirir? Baxın, duzla kristal hidrat əmələ gətirir. Bu su olacaq. Kristal hidrat duzlarla deməli su əmələ gətirir. Ona görə də su hansı idi? Y idi. Yalnız deməli Y cavabını işarətləyəcəyik burada. Növbəti 147. Burada yenə hidrokarbonat parçalanıb. Eyni ilə qeyd edirəm burada nədir? Natrium karbonat, deməli karbon qazı və su. Yenə deyir hansı nədir? Burada təbii ki karbamid verilirsə bu bilirik ki artıq karbon qazıdır. Amonyakla karbamid verən karbon qazı oldu. Karbon qazıdır. Amonyakla gedir karbamid və burada su əmələ gətirir. Deməli Y sudur. Su da natrium hidratla girdikdə natrium hidroksid H2 verir. Daha sonra qaldı bir dənə natrium karbonat. O da mübadilə etsin. Bizə verəcək deməli natrium xlorid. X nə oldu? Karbon qazı, Y-də su. Yəni X, Y, Z maddə hansılar suda kristaldır? Yenə eyni sualdır. Burada təbii ki su ilə deyir bu səfər kristal hidrat yaratsın. Burada kristal hidrat yaradan duz olacaq. Yadınızda saxlayın ki bu ancaq duzla suya aiddir kristal hidrat əmələ gətirmək. Ona görə yalnız Z cavabını götürəcək. Burada da olur cavab B. Növbəti 148. 148-də deməli natrium H2 ilə girib. Burada nə alınacaq? Natrium hidrit. Hidrit su ilə getdikdə natrium hidroksid deməli H2 və təbii ki burada H2 karbon qazına girmədiyi üçün burada natrium hidroksid olacaq X. O karbon qazı ilə girdikdə natrium karbonat əmələ gətirir. Və su alınıbsa deməli normal duzdur. Burada bilirsiniz həm turş həm normal duz alına bilər. Əgər su çıxıbsa deməli normal duzudur karbonatın. Natrium karbonat da karbon qazı su ilə girdikdə təbii ki hidrokarbonata çevrilir. Z maddəsi müəyyən etdik. Hidrokarbonat. Burada cavab olur B variantı. 149-a baxsam yenə eyni şəkildə. Karbon oksigen girdikdə bizə verir tam şəkildə karbon qazı. Karbon qazı natrium hidroksidlə girdikdə alınır deməli heç bir şey burada göstərmirsən. Deməli bu hidrodur. Hidrokarbonat natrium hidrokarbonatla natrium hidroksidlə girdikdə tam şəkildə nə edir? Əsaslığı doymuş olacaq. Yəni natrium karbonat alınır. Yəni bunu yadda saxlayın ki turş duzun üzərinə bizə əgər qələvi gəlsə çevrilir tam şəkildə əsasa doğru gedir. Yəni metalın sayı artır. Yox əgər turş duzun üzərinə hidrogen gəlsə bu səfər də hidrogenlərin sayı artır və turş duzluğu artır da belə deyək. Bunu doğru şəkildə deyirəm. Turş duzluğu artır deyə bir şey yoxdur amma yəni yadınızda saxlamaq üçün deyirəm. Yəni turş duzun üzərinə əsas gəlsəz əsası artır. Turşu əmələ gəlsə turşu hissəsi artır. Qısacası vurğulamaq istədim. Burada deməli Z maddəsi üçün hansı ifadə doğrudur onu soruşur.
Z maddəsi natrium karbonatdır. Bu maddə qızdırıldıqda deməli parçalanır. Karbonatlar xeyr. Natrium, kalium karbonatları bu şəkildə parçalanmır. Bu yanlışdır. Daha sonra kalsium kloridlə reaksiya daxil olur. Bəli, olar. Niyə olar? Çünki kalsium kloridlə girsə, kalsium karbonat çöküntüsü əmələ gətirdiyi üçün olar. Bu düzdür. Suda həll olunmur, tuşsuzdur, cesium 4 girmir. Bu yanlışdır bu fikirlər. Növbəti 150. Deməli 150-də kalsium karbonat H-xlorla reaksiya edib mübadilə olur. Kalsium klorid, karbon qazı, su. X deməli karbon qazıdır. Karbon qazı natrium hidroksidlə girsə, əgər aşağıda heç bir şey yoxsa deməli tuşsuzdur. Natrium hidrokarbonatdır. Bunda üzərinə əsas gəldi natrium karbonata çevrilir. Yenə burada hansı ifadə doğru deyil soruşur. Qızdırılıqda parçalanmır, doğru. H-xlorla reaksiyaya daxil olur. Deməli bu düzdür. Daha doğrusu hədə düzdür. H-xlorla girəcək, karbon qazı su natrium klorid əmələ gətirdiyinə görə. Normal duzdur, bəli. Suda həll olur, bəli. Həll olan şüşə adlanır, xeyr. Daha sonra həll olan şüşə adlanırmı? Bu da yanlışdır. Həll olan şüşə deyil. Bu natrium karbonat ümumiyyətlə şüşə istehsalında şüşənin ərimə temperaturunu aşağı salan maddə kimi götürülür. Belə. Ona görə burada cavab səhv variant Y variantı olur. 151-ci sualımıza baxıram. 151-ci sualımızda məsələdir və çıxımla bağlıdır. Bu məsələlərdə bilirəm ki, çətinlik çəkirsiniz bir qədər. Çalışacağım ətraflı şəkildə sizə izah verim. Əvvəlcə hidrogen sulfidin oksigenlə reaksiyasını yazırıq. Burada alınır deməli SO2 və su. Əmsallaşdırma aparsaq deməli əvvəlcə deməli suya qoysaq 2-ni, 4 hidrogen, burada 2 qoysaq 2 kükürt olur. Bu tərəfdə yekun 4, 2, 6. Burada oksigende 3 olmuş olar. Deməli 6 oksigen 2 kükürt. Bu şəkildə oldu. Düzdür. Aha, indi burada deyir ki hidrogen sulfidin ilkin mol sayı 10. Aha, ilkin 10'dur. Əvvəlcə biz tapırıq deməli SO2-nin nə qədər alındığı. Çünki növbəti reaksiyada burada fikir versək SO2 alınmalıdır. Buna görə gedəcək. 2 mol hidrogen sulfiddən normalda 2 mol SO2 alırım. 10 moldan nə alıram? 10 moldan da normalda 10 mol SO2 almış oluram. Bu mənim nəzəri çıxımdır. Yəni reaksiyadan tam şəkildə özünüz hesablayıb tapdığınız %100 dəqiqliklə 10 mol bu nəzəri çıxımdır. Praktik çıxım isə xüsusən laboratoriya şəraitində mümkün olur. Yəni məsələn 10 mol maddə götürürsüz, orada müəyyən bir cüzi miqdar qram belə deyək də az ola bilir. Tərəzi düzgün çəkməsə cavabınız tutaq ki 9 alınırsa bu praktik çıxım bu deməkdir. Baxın. Aha. Burada deməli birinci reaksiyanın çıxımı faizi omega 1'dir. İndi gəlin tapaq. Normalda deyirəm ki, mən 10 molu 100% çıxımla almışam. Burada mənə deyir ki, reaksiyanın çıxımı omega 1'dir. Onda mən deməli neçə mol almışam ki, omega 1 çıxımla alınıb. Bunu hesablasam, burada deməli x bərabərdir 10 omega 1 bölü 100. O da edir deməli onu 100'ə bölsəm 0,1 omega 1. Bu belə. Sonra indi növbəti reaksiya yazıram. SO2'dən bunu qısa da belə yaza bilər. SO2'dən SO3 neysə reaksiyanı tam şəkildə yazdım ki aydın olsun. 2, 6 burada 2 qoyanda deməli tamamlamış olur. Aha. Normalda mən 2 mol SO2'dən 2 mol SO3 alıram. 0,1 omega 1'dən 0,1 omega 1 SO3 alıram. İndi burada çıxım omega 2 deyə onu tapacağım. Deyirəm ki, mən 0,1 omega 1'i özüm hesabladım. 100% çıxımla dəqiq tapdım. Bəs burada verilən çıxımla, yəni omega 2 çıxımla nə qədər almış olurum? Bunu da hesablasaq, x bərabərdir 0,1 omega 1, omega 2 bölü 100. Burada deməli cavab nə alınacaq? Bu da eləyəcək deməli 0,1 omega 1, omega 2. Burada isə 10 üstülərlə göstərilir. Yəni 10 üstü mənfi 3. Omega 1, omega 2. Bu da edir bizim D variantımız. Bu şəkildə. Deməli 152. Burada kalium sulfatdır. Alınıb kalium klorid. Burada ümumiyyətlə sulfat gücü tuş olduğu üçün xlor gəlib bu şəkildə çıxarda bilmərik. Əgər çöküntü yoxdursa. Ancaq deməli biz duzlar tapmalıyıq aşağıda. H-xlor olmağı üçün çöküntü yoxdur. Sonra barium xlorid mi götürərik?
Baxın, barium xlorid bəli götürəcəyik. Niyə deyərsiz natrium xlorid götürmədik? Çünki çöküntü alınmır və reaksiya getməyəcək. Kaliumla ümumiyyətlə natrium duzları qarşılıqlı təsirdə olduqda demək olar ki, reaksiya axıra qədər getmir. Çünki çöküntüləri yoxdur. Sadəcə gübrə reaksiyamız var, o gedir. Deməli, burada barium xlorid olacaq. Nəticədə çünki burada barium sulfat çöküntüsü alınır. Ona görə reaksiya gedir. Səbəb budur. Barium xlorid götürürük burada. Barium xloridlə reaksiya getdi, alınır barium sulfat, kalium xlorid. Kalium xloridin üstünə yenə nəsə gəlmişik, kalium nitrat alınıb. Burada da yenə nitratla xlorid eyni qüvvətli olduğu üçün burada ancaq çöküntü alınsa çıxarda bilər. Burada çöküntü alınsa çıxara bilər. Ona görə birbaşa nitratı gəlsəm zaten çöküntü alınır, demək duzudur. Duzu da nə ola bilər? Nitrat olmadığına görə arginium nitrat olur. Çünki arginium xlorid nədir? Çöküntülü mübadilədə. Deməli, burada dedik ki, biz bu nə olacaq? Argentium nitrat, nəticədə alınır argentium xlorid çöküntüsü və kalium nitrat. Kalium nitratdan üzərinə gəlib sulfat turşusu almışızsa, burada bəli, qatı sulfat turşusu götürəcəyik. Qatı çünki daha güclü olduğu üçün onu götürür reaksiyalarda. Qatı sulfat turşusu götürəcəyik, o çıxarda bilir, çünki sulfat nitratdan güclüdür. Cavab olur B variantı. Növbəti 153. Burada da eyni şəkildə kuprum oksid üzərinə gəlib H2. Burada deməli əvəzlənmə olacaq. Kuprum plus su alınır. Natriumdan hansı girər? Natriumdan təbii ki, kuprum girməyəcək burada. Su girəcək natriumla. Natriumla da su girdikdə bilirsiniz ki, natrium hidroksid və H2 qazı ayrılır. Burada natrium hidroksid burada olduğuna görə H2 buradadır. H2 alınır. H2 da xlorinlikdə hidrogen xlorid. Buna da uyğun variantı biz B variantında görürük. 154-cü sualda burada deməli kuprum üzərinə sulfat turşusu gəlmişik qatı şəkildə. Kuprum qatı sulfatla girdikdə alınır deməli kuprum SO4, SO2 və su. Burada oksigenlə reaksiyaya girən nə olacaq? Su təbii ki, oksigenin girmədiyinə görə SO2 olacaq X. Onda Y su olacaq. SO2 də oksigenlə girib bizə SO3 verir. SO3 də üzərində gəlsə sulfat verir. Təbii ki, su. Burada maddələr müəyyənləşmiş oldu. Buna D variantına görürüz. Daha bir burada demirəm, vaxtımız çox getməsin deyə. Sonra növbəti 155. 155-ə baxsam, burada deməli kalsium hidrokarbonat üzərinə X maddəsi gəlmiş, natrium hidrokarbonata çevrilib. Kalsium hidrokarbonatın üzərinə deməli natriumun hər hansı bir maddəsini gəlmişik. Bu da nə ola bilər? Burada deməli natrium hidroksid olarmı desəniz, natrium hidroksid olarsa kalsium hidroksid və natrium hidrokarbonat alınır və bu reaksiya axıra qədər getmir. Çünki çöküntü alınır. Ona görə natrium hidroksid olmayacaq. Natrium nitrat olarmı desəniz, yenə eyni şəkildə natrium nitrat, natrium hidrokarbonat, kalsium nitrat yenə çöküntü yox deyə getməyəcək. Növbəti qalır bunlar. Natrium hidrosulfat da üçündə eyni sözü deyirəm. Çünki nəticədə çöküntü yox deyə getmir. Qalır natrium xlorid. Bu da olmayacaq. Çünki dediyim kimi kalsiumun bu göstərdiklərimizdə çöküntüsü yoxdur. Reaksiya axıra qədər getmir. Çünki natriumda çöküntüsü yoxdur. Getməsi üçün mütləq şərtdir ki, çöküntü alınsın. Bəli, natrium ortofosfat olar. Niyə? Çünki kalsium ortofosfat mübadilədə alınır. Bu da çöküntüdür. Reaksiya axıra qədər gedəcək və nəticədə kalsium ortofosfat alınır. Ona görə cavab D variantıdır. 156. 156 natrium karbonatdır və nəticədə kalsium karbonat üzərinə maddə gəlmiş çöküntüsü alınıb. Burada çöküntümüz hazırdır. Sadəcə burada kalsiumun həll olan maddələrini götürməlisiniz. Fərqi yoxdur, nə olur olsun. Kalsium hidroksid bəli götürə bilərəm. Çünki onsuz da natriumun belə deyək də çöküntüsü yoxdur. Burada ancaq kalsiumdandır. Kalsium oksid götürmürəm. Niyə? Çünki reaksiya girməsi üçün su lazımdır ki, o əvvəlcə hidroksidə çevrilsin. O şəkildə getmir. Həm də əsasi oksiddir. Kalsium xlorid də olar, çünki həll olan duzdur və kalsium hidroksid da olar demişdik. Burada kalsium karbonatın üzərinə nə gəlsəm, kalsium hidrokarbonata çevir. Təbii ki, turşusu atdığı üçün karbonat turşusu gəlirik ki, turşu duz alınsın. Ona görə cavab olur C variantı. Deməli 157-dən mən 157-dən davam edirəm. Burada deməli X maddəsi gəlmişik suyun üzərinə. Burada natrium hidroksid alınıb və əlavə nəsə. Burada təbii ki, natrium su ilə girsə, natrium hidroksid H2 verir. Bu düzgünü. Natrium oksid olmaz. Çünki nəticədə sadəcə birləşmə olur. Əlavə nəsə çıxmır. Natrium hidrid olur. Natrium hidroksid H2. Natrium xlorid bu şəkildə su ilə girməz. Natrium olur. Daha sonra elektrolizdir və natriumun hansı duzu elektroz etsə natrium hidroksid verər bizə. Təbii ki, burada belə deyək də oksigenli duzlarda belə deyək də duz olduğu kimi gəlir. Oksigenli duzlar da qələvlərdir. Bunlar qələv metallardan söhbət gedir. Yəni litium, natrium, kalium, kalsium, maqnezium, alüminiuma aiddir və
bunların qələbələrinə aiddir ki, və florlu birləşmələr. Bunlar elektrolizlikdə duz olduğu kimi qalır, yəni qələbəyə çevrilir, hidrogen oksigen alınır. Ona görə burada onların oksigenli duzların heç birini götürməyəcək. Oksigensiz duzlarda nə alınırdı? Deməli, burada alınacaq natrium hidroksid, hidrogen qazı və uyğun çox atomlu bəs maddə olan məsələn kükürt. Burada kükürt alınır. Növbəti xlorda da xlor qazı alınacaq. Ona görə burada onsdakı variantlarda yoxdur. Natrium xlorid qalır təkcə variant olaraq. Natrium hidroksid H2-xlor2. Daha sonra Z maddəsi də su ilə gedib natrium hidroksid. Bu da natrium hidrid olur. Belə. Ona görə cavab olur burada 157-də Y variantı. 158. Burada kalium hidroksid xlorla girdikdə deməli alınır. Kalium xlorid, kalium xlorat, su. Kalium xlorat H-xlorla girdikdə yenə burada xlorun alınma prosesləridir. Kalium xlorid, xlor qazı, su. Xlor qazı kalium hidroksidlə adi şəraitdə girdikdə Javel suyu alınır. Yəni kalium deməli hipoxlorid, kalium xlorid su alınır. Burada buna görə cavab olur A variantı. 159-a baxıram. Burada X maddəsi H-xlorla girir və aşağıda görsə əsasla girir. Turşu və əsas girirsə burada amfoter xarakterli bir maddə götürməliyik biz. Burada deməli və 3 valentli olmalı. Çünki X xlor 3 duzu verib bizə. Berilyumu sinki çıxırıq. Yerdə qalır alüminium, alüminium oksid, dəmir. Burada dəmiri də çıxıram. Çünki dəmir bu şəkildə qələbə ilə reaksiyaya girmir. Bu ona görə çıxdı. Alüminium oksid də H-xlorla girdikdə su verər. H2 yox. Bunda çıxıram. Və burada sadəcə alüminium cavabı qalır ki, alüminium girəcək reaksiyaya, nəticədə alüminat duzlarını belə gətirəcək. 160-a baxıram. Kalsium hidrokarbonat, üstünə X maddəsi gəlmişik və Y maddəsi gəlmiş. Hər ikisinə Z maddəsi alınmalıdır. Deməli, kalsium hidrokarbonatın üzərinə kalsium hidroksid gəlsəm, bu zaman nə alınacaq? Tam şəkildə normal duz alınacaq. Kalsium, deməli, karbonat və su alınır burada. Sonra kalsium hidrokarbonatın üzərinə kalsium karbonat zaten gələ bilmirəm. Çünki çöküntü, duzun üzərində çöküntü alınır, duz gəlmək olmaz. Burada alını çıxdım. Sonra natrium karbonat gəlsəm əgər üzərinə, bu zaman kalsium karbonat çöküntüsü alınır və natrium hidrokarbonat alınır. Bu reaksiya gedir. Y olaraq kalsium hidroksid gəlsəm yenə gedir və hər ikisində natrium hidrokarbonat alınırmı deyə bir baxmam lazım. Deməli, kalsium hidrokarbonatın üzərində natrium karbonat gələndə bəli, natrium hidrokarbonat aldım. Amma Y gəldikdə orada natrium yoxdur deyə natrium hidrokarbonat ala bilmirəm hər ikisindən də. Yəni, bu yanlışdır ona görə. Növbəti baxıram C-yə. Burada deməli, burada isə doğrudur. Niyə doğrudur? Çünki baxın, üzərinə gəldim natrium karbonat aldım. Deməli, kalsium karbonat, natrium hidrokarbonat. Növbətdə yenə kalsium hidroksid gəldi, yenə kalsium karbonat və su alınır. Ona görə də burada bu cavab doğrudur. Digər variantlara heç nəzər salmadım. Onsuz da kalsium karbonat çöküntüyə girməyəcək. Kalium karbonat da girsə, belə deyək də, burada baxın, Y variantında da magnezium karbonat çöküntüyə girməz. Ona görə cavab C-dir. 161. Burada kalsium hidrokarbonatın üzərinə yenə eyni məntiqdir burada. Bir-bir baxırsınız. Kalium karbonat gəldim üzərinə. Kalium karbonat gələndə deməli alındı kalsium karbonat. Bura qeyd edək. Kalsium karbonat, bir də kalium hidrokarbonat. Amonium hidrokarbonat gəldikdə isə alınır deməli kalsium karbonat, daha doğrusu 2 tuş duzda, bu da yenə alınır burada kalsium hidrokarbonat, amonium karbonat. Burada çöküntü alınmadığı üçün bu ümumiyyətlə getməyəcək burada karbonatın üzərinə hidrokarbonat gəldikdə. Bunu ümumiyyətlə silirəm. Növbəti kalium karbonat da yenə eyni şəkildə yuxarıdakılar alınır. Natrium karbonat gəlsəm alınır. Deməli, kalsium karbonat, natrium hidrokarbonat və maddə kalsium karbonat. Burada cavab elə B olur. Yuxarıda izah etdiyim kimi zaten. Yəni, birincidə alınır kalium karbonat, kalsium karbonat. Burada niyə mən 2 qoydum? Növbətdə də alınır kalsium karbonat və deməli, neydi o? Natrium hidrokarbonat. Eyni maddə kalsium karbonat. Ona görə cavab B. Növbəti 162. Burada da yenə hamısı da kalsium karbonatdan deyəsən xoşları gəlib, hamısı da qoyublar. Kalsium hidrokarbonat birincidə parçalananda alınır. Kalsium karbonat, karbon qazı və su. İndi natrium peroksiddən girən təbii ki, nə olacaq burada? Karbon qazı, bizim sualtı qayıq, X olur karbon qazı, girəndə alınır natrium karbonat, oksigen qazı.
Növbəti Y nədir burada alınan? O deyir kalsium hidrokarbonatla girsin. Yəni kalsium hidrokarbonatla alınanlardan təbii ki oksigen girəməyəcəyi üçün Y natrium karbonat olur. Natrium karbonatla da girdikdə, qoyun bu rüçkadan istifadə edeyim. Aha, kalsium karbonatla girdikdə, daha doğrusu natrium karbonatla girdikdə alınır kalsium karbonat, natrium hidrokarbonat. İndi bizdən variantlarda bu hardadır soruşduğu üçün deməli nə götürdük? Y oldu natrium karbonat, X oldu karbon qazı, cavab da burada kalsium karbonat. Buna görə cavab C. 63'də magnezyum hidrokarbonat yine eyni məntiq. Parçalarında nə alınır? Magnezyum karbonat, karbon qazı, su. Burada bununla girən yine karbon qazı olacaq. Yine eyni reaksiyalar. Yəni bunlar təkrarlar demiyorlar. Burada yine natrium karbonat olunacaq. Mübadilə edirsiniz, alınır magnezyum karbonat və natrium hidrokarbonat. Ona görə də 163'də cavabı götürəcək. Y variantı 4. Burada amonyum klorid girib natrium hidroksid reaksiya. Bu zaman alınır natrium klorid, amonyak və su. Təbii ki, oksigenlə girən amonyak olacaq. Amonyak oksigenlə girdikdə və temperatur katalizator olduqda NO su alınır. Burada Y NO olur. NO oksigenlə girdikdə də NO2 verir. Dolayısıyla Z maddəsi olacaq burada NO2. O da C variantında görmüş olduq. Növbəti 165. Burada yine X oksigenlə girib bizə XO2 versin. Vanadium 5 oksid. Vanadium 5 oksidi görən kimi mən kükürt aklıma gəlir zaten. Və burada oleum söhbəti varsa bu %100 kükürtdür. Bilirsiniz ki, sulfat turşusunu SO3 ilə birləşimlə oleum deyirlər. Yəni SO3-ün sulfat turşusu məhlumla. Burada deməli bu təbii ki kükürt olacaq. X maddəsi. Kükürt oksigenlə girəcək SO2 verəcək. SO2 O2 ilə girib SO3 verəcək. Sonra burada təbii ki sulfat turşusu olacaq. Sulfat turşusu SO3 üçün oleum. İndi X elementi yəni kükürt üçün hansı ifadə doğrudur? Qeyri-metal olması bəli, allotropik şəkil dəyişmələri var. Bilirsiniz ki, kükürdün kristalik plastik şəklində. Yalnız oksidləşdirici xassəsini göstərir. Xeyr. Kükürt vəziyyətinə görə bilirsiniz ki, kükürt neçənci qrupda? 6-cı qrup. Mənfi altda müsbət altıya qədər göstərə bilir. Həm oksidaşın, həm reduksiya edici ola bilir. Bu yanlışdır. Ona görə doğrunu soruşduğu üçün 1-2 cavab olur C variantı. 166'dan devam edirəm. 166-cı sualda baxın. Burada bizə ipucu nə olacaq? Burada duza baxırsınız. Baxın, duzlu üzərinə turşu gəliblər və turş duz alınırsa, bu deməli bu duzun özünün turşusudur. Ortofosfat turşusu olacaq. Yəni burada bu element fosfor olur. Fosfor üçün hansı ifadə doğrudur? Allotropik şəkil dəyişmədir. Bəli, ağ, qırmızı, qara. Yalnız reduksiyacı? Xeyr. Yalnız reduksiyacı, yəni elektron vermək ancaq metallara xas bir xüsusiyyətdir. Qeyri-metallar həm alıb, həm verə bilir. Bu yanlış. TBT yalnız birləşmələr şəklində olmasa doğrudur. Ona görə cavab 1-3 olur və Y variantını burada işarətləyirik. Keçir növbəti 167-yə. Baxaq. Bir dəqiqə hara getdi? Aha. Dəmirdir. Əgər dəmir H-xlorla girsə, yəni variantlarla işləyəcəyiz burada. Dəmir H-xlorla girsə H2 çıxardar. Bu düzdür, yəni bu mümkündür. Sonra kalium xlorid H-xlorla girir. Bəli, nəticədə kalium xlorid, xlor qazı su, yəni qaz halında maddə çıxardır. Bu da doğrudur. Silisium natrium hidroksidlə girsə, o da qaz halında maddə çıxardır. Metasilikat və H-kanır, bu da doğru. Manqan 4 oksiddə H-xlorla girsə, bu da doğru. Ancaq kuprum isə natrium hidroksidlə girməz. Bu amfiterlərə xasdır. Ona görə Y olacaq burada cavab. 168. Burada natrium xlorid elektrolizlik etdikdə ərinti deyir. Alınır natrium və xlor qazı. Natrium su ilə girdikdə natrium hidroksid, natrium H2 ilə girdikdə isə natrium hidrat əmələ gətirir. Uyğun variantlarını tapsaq, tez bir şəkildə baxaq, bu C variantı olur. Növbəti 169. Kalsium xloridin də əritisində eyni zamanda kalsium və xlor əmələ gəlir. Kalsium su ilə girdikdə kalsium hidroksid H2, hidrit tənqidə hidrit alınacaq. Bunlar asan suallardır artıq. A. Sonra doğru da belə asan sual verməklər biraz motivasiya edicidir əslində. Son olaraq 170 izah edir. 170-ci sualda deməli sink oksid H2 ilə reaksiyaya girəcək sink su. Sink argentium nitratla girsə onu çıxardacaq duzundan. Sink nitrat argentium əmələ gəlir. Sink nitrat parçalansa sink oksid bizə verir. Nə alınır? Sink oksid, NO2, O2. Bunlardan hansı su ilə girər? Təbii ki, NO2 girəcək. NO2 də su ilə girsə, deməli, NO və nitrat turşusunu əmələ gətirmiş olur. Ona görə cavab olur B variantı.
Deməli, burada mən 120-dən 170-ə qədər sizə izahları verdim. Tam 50 sual oldu. Növbəti yerdə qalan demək olar ki, 50 sualı da son videoda izah eləyəcəm. Ümid edirəm ki, video sizə faydalı olmuşdur. Mütləq abunə olmağı, izləməyi və fikir bildirməyi unutmayın. Fikirləriniz mənim üçün çox önəmlidir. Təşəkkür edirəm izlədiyiniz üçün.